ərzində məktəblilər arasında payız və yaz kluboku olmaqla 2, eyni zamanda gənclər arasında payız və yaz kluboku olmaqla 2, region gənclərin debat forumu, şou debatlar, Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş turnir, şəhid debatçımız Toğrul Nağıyevin doğum gününə həsr olunmuş turnir keçirilib. Beləliklə, bir il ərzində 40 saatdan çox təlim, 60 saatdan çox isə məhz debat oyunları keçirilib. Bir il ərzində 640-a yaxın debatçı yetişib. Bu illər ərzində həm ölkə daxili, həm də ölkə xaricində müxtəlif layihələrə imza atmışıq. Xeyriyyə aksiyalarımız, uşaqlar evində tədbirlərimiz, 8 Mart və Novruz bayramında müxtəlif flaşmoblar hazırlamışıq. Fəaliyyətimiz yalnız Şəki şəhərində deyil, mərkəzimizin tabeçiliyində olan Balakən və Oğuz rayonlarında da davam etdirilmişdir. Şəhidlərə həsr olunmuş anım və doğum günlərində Şəki Regional Debat Mərkəzinin heyəti fəal iştirak etmişdir. Həmçinin ölkəmiz üçün əlamətdar olan günlər də diqqətimizdən kənarda qalmayıb. Gəncini almış COVID-19 pandemiyası zamanı fəaliyyətimiz onlayn şəkildə davam edir. Onlayn görüşlər, təlimlər, şou debatlar keçirilmişdir. 44 gün davam edən və qələbəmizlə nəticələnən 2-ci Qarabağ müharibəsində də Şəki Regional Debat Mərkəzinin gəncləri ön və arxa cəbhədə öz vətən borclarını yerinə yetirmişdilər. Mərkəzimizin bir nəfər könüllüsü Toğrul Nağıyev şəhidlik zirvəsinə ucalmış, bir nəfərimiz isə Murad Məmmədov vətən müharibəsi iştirakçısı fəxri adını qazanmışdır. Arxa cəbhədə isə könüllülərimiz Cənab Prezidentimiz Ali Baş Komandanımız İlham Əliyevin tweetlərini izləyərək həm günbəgün əldə olunan qələbəmizi, həm də mənfur düşmənin törətdiyi Bərdə və Gəncə terrorlarını dünya ictimaiyyətinə çatdırmağa çalışmışdılar. Həmin gündən tədbirlər planına bir özəl gün də artırıldı. Bu bizim şanlı zəfər günümüzdür. İl ərzində fəaliyyətlərimizlə bərabər əylənməyi də yaddan çıxarmadıq. Gənclərin şəbəkələşməsi üçün müxtəlif düşərgələr təşkil edildi. Heyətimizdə olan hər bir nümayəndənin istər doğum günü, istərsə də başqa xoş günlərində yanında olmağa çalışdıq. İl ərzində gördüyümüz fəaliyyətlərimizi şəffaflığa dayanaraq hesabat vasitəsilə ictimaiyyətə təqdim edirik. Təşkilatımız bu illər ərzində Rayon Gənclər İdman İdarəsi tərəfindən dəfələrlə İlin Gənclər Təşkilatı adına gənclərimiz Asiyə Sadıqlı, Ərhun Baxır, Əflatun Əliyev, İdman Gənclər İdman Naziri tərəfindən İlin Gənci adına, Məzun Debatçı Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin əvvəlki sədri Ülvi Axundova isə dövlət başçımız Cənab İlham Əliyev tərəfindən İlin Gənci mükafatına layiq görülmüşdür.